Saat 3 düşər elə də oyaqdır. Siz buradasınız. Deməli video vaxtı gəlib. Hamınıza salamlar dostlar. Bugün sizlərlə bir yerdə əlifba sırası ilə bir gün keçirəcəm. Gəlin sözü çox da uzatmadan keçək videomuza. Ki şahitdi. Bunu elədiyim üçün məni öldürəcəklər, amma yenə də eləyirəm. So, komm jetzt rüber über die Pfütze da. Kaiser kannst du mir. Devrilecek ama bak. Ağaçları dinle. Görən nə vaxt 10.000 abunəyə çatacağım. Çox böyük hədəflərim yoxdur onsuz. Əsas odur birinci 10.000 abunəyə keçsin. Ümidvaram ki sən də mənə abunəsən də yəqin ki. Hələ olmamısan. Mən gedim. Budur. Az kez sağlam. Köyün halıma qayıtdım. Dəyişmişəm sizcə? Deməli növbəti F hərfidir. F-yə görə də film izləmək seçdim. Qaranlıq otaqda qorxulu bir film izləyəcəm. Baxın. Bu filmi seçmişəm. Qorxuludur deyilənə görə. İzləyirəm. Yani izledim dostlar. Düşündüğüm kadar korkunç değilmiş. Yani ne jumpscare gördüm ya da başka bir şey. Sadece korkulu sahneler ortalığa atmağa çalışıblar. Belə filmdə bir tik aldı. Keçək növbətiyə. Növbəti hədəf güzgüyə baxmaqdır. Gəlsin növbətiyə keçək. Hey, sen kanalıma abone olmusansa çok sağ ol. Yerim məndə böyüdü. Olmayanlar da buradan görürlər. Yenə də hamınız ürəyimsiz. Keçək növbəti mərhələyə. Ben seni deniz kenarında gördüm. Yanında başkası elinde ya derlerinde. Sanki yalandan gülümseyirdin. Çünkü gözlerindeki o korkunu gördüm. Kralı izləyərəkdən kofemi indi içəcəm burada. Kral Enes Batur. Ama bu ağrını ancak bilenler çeker indi. Süret 180 gözlerim yolda. Ruhum sağ tarafta, cismim ise solda. Geri dönmek için çok geç. Bitti. K hərfini də kofe ilə bitirdik. Keçək növbəti hərfə.
Hani hardadır özlem, tutulmayan sözler. Hani hardadır göster bir çıkış yolu lütfen. Bütün ehtimalları yandı yolunda. Ben karanlığın içindeki bir gecələm. Uşaq kimiyəm, her şey küsüb inciyən. Necə taparam özümü sənin yanında, necə dönmək olar səndən. Oh my god. Oh no. R hərfi üçün reklam düşündüm, amma necə bir reklam edəcəyimi bilmirəm. Əsasən ağlımda Əsasən ağlımda eləyəcəm də. Əsasən ağlımda Bu nədir? Duolingo'dan istifadə edərək dil bacarığınızı inkişaf etdirə bilərsiniz. Duo sayəsində bəlkə də mən artıq gələcəkdə Amerikaya belə gedə bilərəm. Çox sağ olsun, mənə ingilis dilimdə çox kömək eləyir. Sizə də tövsiyə eləyirəm. Bax Duo, eləyirəm, narahat olma. Heç bir dərsim onsuz da qaçırmıram. Birazdan eləyəcəkdim yenə də. Video çəkirdim sadəcə. Neyse, Duo'da getdiyinə görə keçə bilərik növbəti mərhələyə. Gəldik videonun mənim üçün ən maraqlı olan yerinə. Videonun bu hissəsində Qışqırıq 7-ni izləməyə sinemaya getdik və düzünü deməli olarsam, mən hələ gözləmə zalında belə çox əyləndim. Burada da artıq sinemanın içinə daxil olmuşduq və gözləyirdik filmin başlamasını. Və film artıq başlamışdı. Burada da film bitdiyi üçün qəmlənirəm. Neyse, keçək növbətiyə. V hərfi üçün video oyunu deyə düşündüm. Buna görə video oyunu oynayıram. Yəni sizlərlə bir yerdə oynayaq. Ekran böyüdəcəm. Neyse, video oyununu oynadık amma bir maraqlı bir şey tapa bilmədim mən dostlar. Keçək növbətiyə. Hazır əlimə fürsət keçmişkən bir dənə də hərf eləyim deyə düşündüm. X hərfi, xəyal qurmaq. Düşünürəm. Mənim deyəsən əsas xəyalım elə Azərbaycanda YouTube olduğunu insanlara sübut etməkdir. Oh yeah. Yəni bunu da necə eləyə bilərəm? Təbii ki də Azərbaycanın real əyləncə kanalı olmağı bacarmaq, yəni Enes Batur səviyyəsinə çata bilmək mənim ən böyük xəyalımdır. Amma belə əsas xəyalım peşə üzrə də kompüter elmlərini bitirmək, 11-ci sinifi yüksək balla imtahanlarından keçə bilmək. Belə xəyallarım bunlardır. Başqa düşünürəm də xəyal varmı məndə? Yox, başqa xəyalım yoxdur. Bunlardır.
Məncə super. Əla. Y hərfi. Bu hərfi çox sevdim. Tam mənlik bir hərfdir. Bir dəqiqə. A, B, C, D, E, F, G. Of! Hələ Z hərfi var. Of! Niyə görə əlifba Y ilə bitmir? Bax, gül kimi yatırdım da. Neyse, gərək Z hərfi ilə videoyu bitirim. Məcbur getməliyəm. Nömrədən zənglədir. Deyəsən, qışqırıq deyiləm. Ghostface. Alo. Elimizde danışan Bəli, mənəm, buyurun. oyun oynamak sevirsen Aha, bəli, bəli. benimle gel seninle bir yerde izleyicilerle bir zarafat oyunu oynayalım. Aynen. Kanala abone olun. Deyəcəm belə, aparatlara abunə olsunlar. Böyle zarafat açık. Yaxşı. Yaxşı. Əslində pult idi. Siz buna necə inandınız? Eyni zamanda da zarafat elədim. Z. Bu da belə bitdi. Keçək sağollaşmağa. Beləliklə videomuzun sonuna gəldik dostlar. Ümidvaram ki videonu bəyəndiniz. Belə videoların davamı üçün kanalıma abunə olub like atmağı unutmayın. Hələlik görüşənə qədər mən artıq gedim. Sağ olun.